Vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük axşam bu vaxtında sizləri. Belə deyək, Vişnovkada, Vişnovkanın gözəl bir yerində və yola da yaxın bir yerdə. 3 sotdan artıq torpaq sahəsində mükəmməl gözəl bir belə bir həyət evini çıxır. Allah kəsmanlının mülkünə və bərəkət versin. İstədiyi mülkə sahib olsun inşallah. Çoxdan artıqdır. İnşallah həyəti təqdim edirik. İlk öncə giriş hissəsini təqdim edək sizlərə. Belə deyək, 1 zal, 4 yataq otağıdır. Sanuzel, mətbəx və bütün əşyalar qalır. Elektronikaya qədər qalır və ilkin olaraq qiymət 170 min manat reallıq olarsa endirim olunacaq və əlavə 3% işığı, belə deyək, dövlət suyu əl qurşuna qədər var. İnşallah giriş hissəsini sizlərə təqdim edək. Böyle böyük bir, səliqəli bir navesini göstər zəhmət olmasa. Böyük bir, səliqəli bir navesi var. Sol hissəsində güllər əkmək üçün yer qoyulub. Həyətdə əlavə sanuzelləri var. Sanuzellərini göstər zəhmət olmasa. Evin sol tərəfinə rahat bir şəkildə keçmək olur və əlavə bir kladovka var. Gəl onu da göstərək, izləyicilərimiz izləsin. Evdə istilik, belə deyək də, giriş hissəsini və zəhmət olmasa. Bax, giriş hissəsini də sizlərə göstərək. Hətta qapının özü belə keyfiyyətləndir. Keyfiyyətli bir qapıdır, yəni pul ilə idarə olunur. Və evin sağ hissəsini təqdim edək sizlərə. Evin sağ hissəsində də var da əlavə setkadan indi toğucu da saxlamaq üçün yer qoyulur. Və keçək inşallah evin içərisini təqdimatına. Yerdən də ən azından 4 daş kürsüdür və şəxsi tikilidir dəyərli izləyicilərimiz. Və qeyd etdiyimiz kimi bütün əşyalar qalır. Giriş istifoldan ibarətdir. Burada da sanuzel var, təqdim edəcək sizlərə. İlk öncə zal hissəsini təqdim edək sizlərə. Zal hissəsini oradan tam göstərəcəyimiz, tam bir şəkildə izləyə bilsinlər. Səliqəli zalı var. Hətta fikir verin, zal hissəsinin sağ və sol hissələri, hətta patolog hissəsi var, apşıqqa ilə işlənilib. Yəni nə görürsə evdə qalır, heç nə götürülmür. Gəl yataq otaqlarını təqdim edək inşallah. Otaqlar da yəni böyük otaq. Burada da bir otağı var. Və ikinci yataq otağını təqdim edək. İstiliyi həm kombili, həm istifoldan ibarətdir. Üçüncü yataq otağını təqdim edək sizlərə. Və keçirik inşallah mətbəx hissəsinin təqdimatına. Və qeyd etmişik, mətbəx hissəsi istifoldur. Mətbəxdə də nə görürsünüzsə qalacaq. Yəni götürülmür. Evin də sənədi paket qutçadan evin çıxarışı var, yəni torpağın və ipoteka üçün yararlı. Qeyd etdiyimiz kimi ilkin qiymət 170 min manat reallıq olarsa endirim olunar. Və burada da bir əlavə otağımız var. İndi heç kəsi narahat eləməyək. Və sanuzel hissəsini təqdim edək. Sanuzel hissəsi qeyd etdiyimiz kimi istifoldan ibarətdir. Kız içərini göstər. Və gəl, buradakı otağı da təqdim edək. O izləyəcəyimiz rahat bir şəkildə izləyə bilsinlər. Burada da otağı, yəni uşaq otağı da eləmək olar. Və keçək təqdimat yekunlaşdıraq. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Vişnovkanın gözəl bir yerindədir. Qeyd etdiyimiz kimi 3 sotdan artıq torpaq sahəsinin üzərində inşa edilib. Şəxsi tikilidir. Yerdən ən azı 4 daş kürsüdür. Və qeyd etdiyimiz kimi bir zaldır, 4 yataq otağıdır. Həyətdə sanuzel və evin içərisində 2 sanuzel, sənəd paket qutçadır həm qeydiyyat üçün, həm ipotekaya yararlıdır və bütün əşyalar qalır. Ev qeyd etdiyimiz kimi istifol və kombidən ibarətdir. İlkin olaraq qiymət 170 min manat reallıq olarsa ev sahibi tərəfindən endirim olunar. Səhifəmizi izlədiyiniz üçün Məşdağa əməkdaşlar və rəhbərliyin sizlərdən təşəkkürümüzü bildiririk.